Salam müəllimlər və şagirdlər, necəsiz? İnşallah yaxşı olmuş olarsınız. Bugündən Azərbaycan dilindən mövzu izahlarına start verdi. Ard-arda yüklənəcək, çəkilib yüklənəcək. Elə bir bölbə izah verdikcə, onu da qeyd edeyim ki, mənim Instagram səhifəmdə hər bölməyə aid test tapşırıqlar var. İzahlara qulaq asıb, keçib test tapşırıqları işləyə bilərsiniz. Daha da mükəmməlləşdirə bilərsiniz eşitdiklərinizi, bildiklərinizi. Bundan da əlavə, bu fonetikada çox xırdalıqlara keçməyəcəm. Əsas məqamlar, fonetik təhlildə bizə nələr lazımdır, fonetik təhlildə bizə hansı hissələr kömək olacaq, o hissələr izahını verəcəm. Gəlin ilk öncə başlayaq. Bildik ki, fonetika nədir? Fonetika danışıq səslərindən bəhs eləyir. Bilirik ki, fonetikada səslər iki yerə bölünür. Sait səslər, samit səslər, sait səslər özlüyündə sait səslər, samit səslər, samit səslər. Sait səslər bildik ki, 9 sait səsimiz var. Samitlərdə 23 samit səsimiz var. Sait səslər özlüyündə 3 yerə bölgüsü bölünür. 3 hissəyə bölgü bölünür. Qalın, incə, açıq, qapalı və dodaqlanan və dodaqlanmayan. Samitlər də özlüyündə qalın saitlər A, I, O, U, incə saitlər I, Ə, Ö, Ü, açıq saitlər I, I, U, Ü, qapalı saitlər A, Ə, E, Ö, O-dur. Dodaqlanan samitlər isə dodaqların vəziyyətinə görə O, Ö, U, Ü-dür. Dodaqlanmayan saitlər isə yerdə qalan digər 5 saitdir ki, A, Ə, E, I idi. Bunlar dodaqlanmayan saitlərdir. Samitlər də özlüyündə 2 yerə bölünür. Cingiltili samitlər və kar samitlər. Cingiltili və kar samitlər. Cingiltili samitlərdən hansılarıdır ki, L, M, N, R. Onların kar qarşılığı yoxdur. Sonor samitlərdir. Kar samitlərdən də H samitidir ki, onun cingiltili qarşılığı yoxdur. Cingiltili samitlərdən M, N samiti var ki, burun samitidir. Nə üçün burun samiti deyirlər? Burun boşluğunda çıxarkən burun pərləri atılıb düşür. Fonetikanın haqqında ilk anlayış olaraq bu qədər. Keçək saitlərin bölgüsünə, samitlərin bölgüsünə. Gəldik, burada sait qoşarlıqları var ki, sait qoşarlıqları nədir? Əgər sözün tərkibində eyni cinsli sait qoşarlıqları varsa, hansılarda A, Ə, O və I saiti varsa, qoşarlıqları, burada hansı hal baş verir? Sözlər üzərində göstərək, məsələn, olsun. Sonra olsun buradan. Sonra gəldik buradan. Bəli. Bunları sözlər üzərində tələffüzünü göstərək. Hansı proses baş verirdi? Hərfin biri qalır, saitin biri qalır. Digəri düşərək, biri uzanır, digəri isə düşür. Düşmə prosesi baş verir. Yəni, kəmiyyət fərqi yaranır. Səsin biri düşür. Məəttəl sözündə də biri düşür, düşmə prosesi, digəri uzanır, məəttəl. Sonra canım sizə desin, zooparkda da eyni ilə onun biri düşür, digəri isə uzanır, zoopark, kəmiyyət fərqi yaranır. Sonra gəldik bədii sözündə də, eyni ilə inin biri düşür, digəri uzanır, bədii. Burada, yəni eyni cinsli sait qoşarlıqlarında bu hal baş verirdi. Yalnız eyni cinslilərdə biri düşürdü, digəri uzanırdı. Bir də saitlərdə var ki, bizdə müxtəlif cinsli sait qoşarlıqları var idi ki,
sait qoşarlıqları. Burada hansı proses baş verir? Bunlar ümumiyyətlə hansı sait qoşarlıqları idi? A, I, sonra canım sizə desin Ə, I, sonra I, Ə, I, O sait idi ki, bir də A, I sait qoşarlıqları. Bunu belə yadınızda saxlayın ki, bu tərkibində I sait olanların daxilinə tələffüzdə Y samiti daxil olur. Məsələn, olur A, I, nümunə ilə də göstərək. Məsələn, nə göstərək? Elə ailə sözü A, ailə. Tələffüzdə olacaq ailə. Sonra canım sizə desin, burada necə olacaq? Əyi. Səid. Tələffüzdə olacaq Səid. Sonra canım sizə desin, elə götürək, bir dənə də buna nümunə yazaq. Nə yazaq, nərə yazaq? Radio. Olacaq radio. Tələffüzdə olacaq necə? Radio. Radio olacaq. İfadə olunur. Sonra bizdə var idi, müxtəlif cinsli sait qoşarlıqlar da vardı ki, onlar hansı idi? Onlarda isə tələffüz zamanında düşmə prosesi baş vermirdi. Bu hansı idi? Ü, Ə, sonra canım sizə desin, Ü, A, sonra E, Ə sait qoşarlıqlar idi, sonra Ə, A. Bunlarda olduğu kimi qalırdı, heç bir düşmə prosesi baş vermirdi. Məsələn, olsun, nümunələr yazaq, 1-2 nümunə. Müəllim sözü deyildiyi kimi də yazılırdı, müəllim. Əvvəllər müəllim necə olurdu? Ü düşürdü, Ə yazılırdı. Sonra baş verirdi burada, olsun, müəmma, elə deyildiyi kimi yazılırdı. Sonra bizdə var idi digər, bu qədər kifayətdir yazmaq. Sonra bizdə var idi ov, öv birləşmələri. Ov, öv birləşmələri ki, bunlarda əvvəllər V düşürdü, ancaq indi olduğu kimi qalır. Məsələn, onlar nümunə kimi yazaq, transkripsiyada elə yazaq, dovğa. Əvvəllər deyilirdi, dovğa deyilirdi. Tələffüz zamanı V düşürdü, ancaq indi deyildiyi kimi yazılır. Sonra olurdu tövlə. Tövlə deyildiyi kimi yazılırdı. Deyildiyi kimi daha doğrusu yazılır. Gəldik digər bizim bir saitlər haqqında bir digər də var ki, A saiti və Ə saitidir ki, özündən sonra 3 səs ifadə edir. A saiti ilə A kimi tələffüz oluna bilər. Ə kimi tələffüz oluna bilər. Yox, Ə kimi nə idi? I kimi tələffüz oluna bilər. Bir də U kimi tələffüz olunur. Ə saiti də elə Ə kimi tələffüz olunur. İ kimi tələffüz olunur. Bir də Ü kimi tələffüz olunur. Bunu necə yadımıza saxlamaq olar? Baxırıq ki, A qalındı, ifadə etdiyi səslər də qalındı. Ə saiti incədir. Elə ifadə etdiyi səslər də incədir. Nümunələr üstündə göstərək bunu. Məsələn, A-nı nə verək? İstənilən bir sözü verək. Məsələn, verək Altay. Elə deyildiyi kimi də yazılacaq. Altay. Heç bir dəyişiklik baş vermədi. Sonra I kimi tələffüz olunanda, məsələn, hansı nümunə? Başlayır. 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 Tələffüzdə olacaq. Başlayır. Keyfiyyət fərqi yarandı, yəni hərf dəyişməsi baş verdi. Baxdıq ki, A səsi I kimi tələffüz oldu. Gəldik, U kimi necə tələffüz oluna bilər? Nümunə oynayır.
olacaq oynayır, tələffüzdə olacaq oynuyur. Baxırıq ki, buradan A səsi U səsini ifadə etdi. Gəldik Ə səsinə. Baxaq görək ələr nələr, hansı səslər. Elə ə kimi, məsələn, nümunə kimi verək. Nə. Elə ifadə edir. Nə. Elde edildiyi kimi ə səsi ə hərfi ə səsini ifadə edir. Sonra i kimi necə nümunə göstərir? Məsələn, göstərək. Dinləyir. Olur. Dinləyir. Sonra ü kimi baxdıq ki, ə səsi i səsi kimi ifadə olundu. Burada da yenə keyfiyyət fərqi yarandı. Yəni səs dəyişimi. Sonra üyə də nümunə kimi nə yazaq? Məsələn, gözləyir. Olur. Gözdüyür. Hətta baxırıq ki, l səsinin də d səsinə keçmə prosesi baş verdi. Ə səsi ü kimi ifadə olundu. Ü səsini ifadə etdi. Gəldik saitlər haqqında bu qədər. Keçək samitlər haqqında məlumata. Saitlərin eynicisi sait qoşalıqları olduğu kimi samitlərdə də var bu. Eynicisi samit qoşalıqları. Gələk onlar haqqında ətraflı məlumat verim. Eynicisi samit qoşalıqları hansı idi? Məsələn, ç, sonra t, sonra canım sizə desin p, bir də q. Bunlarda tələffüz zamanı hansı proses baş verir? İkinci samiti özünün cingiltili qarşılığına çevrilir. Məsələn, olacaq t, d, sonra olacaq p, b. Ancaq q, eynicisi samit qoşalığında ilk samit qıya çevriləcək, özünün kar qarşılığına. Burada əlavə bir qeyd də verim ki, ola bilər bəzən sözdə k kimi ifadə oluna bilər, ancaq transkripsiya salanda bu baş hissəsindəki balaca bir xətti qoymazlar. Bax bu xətti. Əgər o xətt görmədinizsə, o ç səsidir, k səsi deyil. Bu məqamda da sizi çaşdıra bilərlər. Xırda bax balaca bir nöqtə çox şeyi həll edir. Uşaq da imtahanda olur, həyəcandan olur falan, unuda bilər. Yəni testi falan işləyəndə o qədər diqqətli olmalısınız ki, gözünüz hər tərəfdə olmalıdır. Testin hər bir hissəsində fikriniz olmalıdır. Gəldik bunları nümunə ilə göstərək. Məsələn, nümunə verək mürəkkəb sözü. Mürəkkəb. Olacaq necə? Mürəkkəb. Gördünüz, avtomatik çevrildi. İkinci ki, G-yə çevrildi. Sonra gəldik. Bunda nə nümunə yazaq? Əlbəttə. Əlbəttə. Tələffüzdə olacaq. Əlbəttə. İkinci samiti özünün cingiltili qarşılığa çevrildi. P-ya da nümunə kimi məsələn nə yazaq? Hoppanmaq da yaza bilərik. Tappıltı da yaza bilərik. Tappıltı. Tələffüzdə olacaq. Tappıltı. Sonra qıya da yaza bilər. Rəqqas. Tələffüzdə olacaq. Rəqqas. Sonra gəldik. Eynicisi samit qoşalıqları haqqında bu qədər. Gəldik. Digər bir eynicisi samit qoşalığımız var ki bizim. Burada hansı proses baş verir? Bu hansıdır? Y qoşalığı var. Burada iki proses baş verirdi. Əgər
bir ye kimi tələffüz olunur, bir də iki ye kimi, yəni eyni cinsli ye kimi. Burada hansı prosesi baş verirdi? Əgər sözün kökünə qoşulmuş iyad, iyət və yaxud hansı şəkilci idi? İyə. Bu sözə qoşulubsa, sözün kökünə qoşulmuş şəkilçidirsə, tələffüzdə biri düşür. Məsələn, nümunə ilə göstərək, nə nümunəsi göstərək, elə riyaziyyat sözü olsun. Tələffüzdə olacaq bu, necə olacaq? Riyaziyyat, bir y ilə yazılacaq. Riyaziyyat. Sonra canım sizə desin, iyyətə də nümunə göstərək, nə göstərək? Bəşəriyyət ilə olsun. Bəşəriyyət. Tələffüzdə olacaq bəşəriyyət. Olsun bunda da bələdiyyə. Bələdiyyə. Tələffüzdə olacaq bələdiyyə. Biri düşdü. Aha, ilk öncə sözləri tərkibinə görə təhlil eləyək. Sözün kökü riyaz. Riyazdan da riyaziyyat. Baxırıq ki, söz özü riyazdır. Riyaziyyata qoşulmuş iyad şəkilçi kimidir? Avtomatik y-nın biri düşür. Yəni kəmiyyət fərqi yaranır. Bəşəriyyətdə də eyni ilə sözün kökü bəşər. Bəşərdən də bəşəriyyət. Sonra bələdiyyə sözündə də sözün kökü bələd. Bələddən də bələdiyyə. Yəni buradan bildik ki, sözə qoşulmuş şəkilçi əgər sözə qoşulubsa şəkilçi kimi y-nın biri avtomatik düşür. Bir də nə zaman olduğu kimi qalır. Əgər sözün tərkibindədirsə, sözün özəyindədirsə eyni cinsli qoşalığı olduğu kimi qalır. Məsələn, hansılardır nümunə göstərmizə? Xəyyam, hədiyyə, sonra canım sizə desin reyyət, sonra xoş niyyət, sonra canım sizə desin təyyarə. Saydıqca saymaq olar. Bir-iki nümunə yazdıq bəsdir. Xəyyam, İnsan adıdır deyən, daxilində ikisi də elə uyğun sözün kökündədir də, elə deyildiyi kimi yazılır. Hədiyyə də onun kimi. Sonra xoş niyyət. Bəzən uşaqlar bu xoş niyyətdə çaşırlar. Elə bilirlər ki, xoşa qoşulmuş niyyət şəkilçidir bu iyyətə görə. Xeyr, niyyət özü ayrılıqda bir sadə sözdür. Niyə sözün tərkibindəki qoşacıqlar düşsün ki? Sonra təyyarə. Eyni cinsli samit qoşaqlar sözün tərkibindədirsə, sözün özəyindədirsə, kökündədirsə, olduğu samitlər tələffüzdə də yazıda necə ifadə olunursa, tələffüzdə də o formada qalır. Gəldik, sonra bizim bir də var, eyni cinsli samit qoşalıqlarımız var ki, onda da hansı proses baş verir? Eyni cinsli samit qoşalıqlarımızdan var ki, lı, canım sizə desin, zı, sonra bı, sonra rı, sonra sı, sonra dı, şı. Bunlardır ki, eyni cinsli samit qoşaqlar. Burada yazıldığı kimi də tələffüz olunur. Düşmə prosesi baş vermir. Yəni kəmiyyət fərqi yaranmır. Elə söz necə yazılırsa, o cürdə ifadə olunur. Məsələn, nümunə kimi göstərək. 50. Elə 50. Sonra canım sizə desin. Sonra nümunə kimi göstərək. Olsun. Ləzzət. Elə deyildiyi kimi yazılacaq. Ləzzət. Sonra bu kimi, məsələn olsun, məhəbbət. Məhəbbət. Tələffüzdə elə olur. Məhəbbət. Heç bir dəyişik baş vermir. Elə rı da olsun, məsələn, nümunə cərrah olacaq. Cərrah. Elə bu olsun
C samit qoşaqlığında da olsun heç bir proses baş vermir, olduğu kimi qalır. S-da eyni proses baş verir. D-da da, Ş-da da, C-da da məsələn olsun buradan. Kassa tələffüzdə oldu. Kassa deyildiyi kimi yazılır. Olsun şiddət. Nümunə kimi olur da şiddət. Sonra C kimi təəccüb. Olacaq necə? Təəccüb. Elə olduğu kimi qalır. Düşmə prosesi baş verir. Sonra gəldik eynicisi samit qoşaqları haqqında. Sonra gəldik digər samitlər haqqında. Gəldik müxtəlif cinsi samit qoşaqlar. Müxtəlif cinsi samit qoşaqlarında hansı proses baş verir? Bunlar hansı samit qoşaqlardır? Baxın, F-t, sonra S-t, Ş-t, canım sizə desin X, Ç, sonra Ş-f, sonra N-m samit qoşaqlardır ki, bir də N-b. Burada hansı proses baş verir? Bunlarda tələffüzdə avtomatik ikinci samit özünün cingiltili qarşılığına çevrilir. X-c olacaq X-c, Ş-f avtomatik olur Ş-v eyni ilə, ancaq bu N-mda fərqli bir prosesi var. Bunların cingiltili kar qarışığı olmadığına görə avtomatik N-b birləşməsi M-ya çevrilir. Eyni cinsli M-lar yaranır. Eyni cinsli M-lar yan-yana yazılır. Sonra N-b-da da hansı proses baş verir? Avtomatik M-b-ya çevrilir. Gəldik nümunələrlə göstərir. Məsələn, olur müftə. Tələffüzdə olacaq müftə. Sonra xəstə olacaq xəstə. Sonra olsun dastan, dastan. Sonra şıtıda olacaq müştəri, müştəri. Tələffüzdə olacaq müştəri, müştəri. Sonra canım sizə desin, yazdıqca yazmaq olar. Bir dənə də bura nümunə yazaq. Məsələn, kəşfiyyat olacaq tələffüzdə kəşfiyyat. Həm keyfiyyət fərqi yarandı, həm də kəmiyyət fərqi. Y düşdü, f-da v-ya çevrildi. Sonra bir də var digər, o da müxtəlif cinsli samit qoşalıqlarıdır. Orada hansı proses baş verir? Baxın, f-t birləşməsi, s-t birləşməsidir ki. Sonra canım sizə desin, ş-t birləşməsidir ki. Bir də x-t birləşməsidir ki. Burada hansı proses baş verirdi? Tələffüz zamanı söz boşluqda gəldisə və yaxud özündən sonra samitlə şəkilçi gəldisə, avtomatik bu t-lar düşür. Məsələn, nümunə ilə göstərək. Nə göstərək nümunə? Olsun neft. Tələffüzdə olacaq necə? Nef. Sonra elə samitlə başlayan şəkilçi də əlavə eləyək. Neftçi. Tələffüzdə olacaq neftçi. Kəmiyyət fərqi yarandı. Yəni t-nın düşmə prosesi baş verdi. Məsələn, ş-t-ya da nümunə göstərə bilərik. Məsələn, güzəşt. Güzəşt. Tələffüzdə olacaq güzəş. T düşdü. Əgər mən saitlə başlanan şəkilçi əlavə etsəm, elə bu f-t birləşməsi olsun, s-t, ş-t, x-t, avtomatik bu ikinci samitlər, t-lar cingiltili qarşılığa çevriləcək. Həmişə yadınızda saxlayın. Sait səslər çox zaman özlərindən əvvəl cingiltili samitin gəlməyini tələb edirlər. Məsələn, elə qoy güzəşt sözünə saitlə başlanan şəkilçi əlavə eləyək. Məsələn, deyək ki, güzəşt olsun, güzəştin. Tələffüzdə olacaq
Güzəşdin. Hərf düşməsi baş vermədi, avtomatik t özünün cingiltili qarşılığına çevirdi. Bu digər hallarda da baş verir. Sonra bir də müxtəlif cinsi samit qoşalıqları var ki, burada hansı proses baş verir? Baxın, s-lı birləşməsidir ki, ş-lı birləşməsidir ki, sonra z-lı birləşməsidir, t-lı birləşməsidir, sonra d-lı birləşməsidir. Bunların hər birində bu ikinci samit tələffüzdə d-ya çevrilir. Nümunə ilə də göstərək. Məsələn, nə nümunəsi olsun? Şərtləşmək. Şərtləşmək. Tələffüzdə oldu. Şərtləşmək. Şərtləşmək. Aha. Sonra canım sizə desin, əlavə bir yadıma düşmüşkən bir qeyd də verim. Baxın, kar və keş alınma şəkilçilərdir ki, bunlar. Tələffüz zamanı dəyişmə baş vermir. Bəzən uşaqlarda çaşqınlıq yaradır. Elə bilər çevirmə prosesi baş verir. Məsələn, olur sənətkar, sənətkar. Elə deyildiyi kimi də yazılır. Sənətkar. Olsun məsələn, zəhmətkeş, zəhmətkeş, tələffüzdə elə olur, zəhmət, elə deyildiyi kimi yazılır. Gəldik digər bir samit qoşalıq deyil, xeyirçaşdım. Sözün sonunda baxın, b, sonra d, c və c samiti varsa, burada iki proses baş verir. Sözün sonunda b, d, c samitləri gələrsə, hansı proses baş verir? Baxın, nümunələr üzərində göstərəcəm. Nə nümunəsi göstərim? Elə nümunə bunu göstərək. Məsələn, palıd. Əgər söz boşluqda gəlibsə, bu hər hansı bu 4 samitdən biri sözün sonunda gəlibsə, söz özü boşluqda. Yəni, özündən sonra heç bir şəkilçi və yaxud söz gəlməyibsə, avtomatik palıd. Cingiltili samit kar samitə çevrilir. Özünün kar samitinə çevrilir. Yox, yenə samitlə şəkilçi gəlirsə, məsələn, samitlə şəkilçi qoşaq buna. Məsələn, palıd, məsələn, nümunə kimi palıd budağı belə. Palıd budağı olacaq. Palıd. Mənə nə olub yenə bu günləri? Palıd budağı. Gördük, özündən sonra samitlə gələn söz gəldi deyən avtomatik samit səslər. Deyir ki, məndən öncə kar samitə çevrilmə prosesi baş verməlidir. Sonra gəlin elə bunu elə samitlə başlanan şəkilci də əlavə eləyək buna. Palıd da. Avtomatik olacaq. Palıd da. Buradan da onu gördük ki, əgər bu 4 samitdən sonra samitlə başlanan şəkilçi, söz və yaxud şəkilçi gəldisə, avtomatik tələffüzdə kar samitə çevrilir. Yox, özündən sonra, məsələn, saitlə gələn palıdın, sonra palıdın olacaq palıdın. Elə sait səslər saitlə şəkilçi olduğuna görə avtomatik çevrilmə prosesi baş verməlidir. Cingilti samit olduğu kimi qaldı. Bu özündən sonra saitlə gələn şəkilçi də, söz də ola bilər. Eyni proses onda da baş verəcək, çevrilmə baş verməyəcək. Elə cingilti samit olduğu kimi qalacaq.
Ancaq burada bir məqam var ki, yadınızda saxlayın. Bu bir hecalı sözlərə daxil deyil. Ancaq siz bunu belə yadınızda saxlayın. Biraz hərfləri çox olan samitlərə da hərfli sözlərə daxildir. Bax bu 4 dənə hərfin çevrilməsi. Məsələn, ud olsun, yod olsun, sonra canım sizə desin, ad olsun, yad olsun. Dad olsun. Bunlara bir hecalı sözlərə daxil deyil. Hərfin çevrilməsi. Sonra gəldik. Bizim burada nəyimiz qaldı görüm. Baxım görüm nəyimiz qaldı. Baxaq görək. Aha. Gəldik buradan. Bir də bizim samitlərimiz var ki, bax k samiti idi. Bir də q samiti idi ki, özündən sonra bir neçə səs ifadə eləyirdi. K səsi ifadə eləyirdi k-nı. Nümunələrini göstərəcəm. K-nı ifadə eləyirdi, k səsini. Sonra canım sizə desin, c səsini ifadə eləyirdi. Sonra y kimi tələffüz olunurdu. Bir də nə kimi tələffüz olunurdu? Bir də ih səsi kimi. K kimi necə? Məsələn, deyirsən külək, küləyi aşağıya yazarıq burada. Burada sonu başqa cür ifadə olur. Gəldik buradan, məsələn, eləyək kəmər. Elə ifadə olunacaq kəmər. Elə k kimi. Sonra k kimi olsun nə sözü, məsələn, olacaq kassa. K kimi. Sonra canım sizə desin, c kimi olsun küs, kün. Tələffüzdə olacaq küs, gün. Sonra avtomatik y kimi çörək, iyi olacaq çörək, iyi. Baxın, eyni qayda burada da təkrarlandı. Özündən sonra saitlə gələn şəkilçi baş verdi və avtomatik cingiltili samitə çevirmə halı baş verdi. Eyni samitlər üstündə yox, digər samitdə y samitinin çevrilməsi baş verdi. K-nın y-yə çevrilməsi. Sonra gətirək burada elə olsun külək sözü bayaqki nümunə kimi. Külək avtomatik olur. Külək. Külək olsun. Sonra canım sizə desin və yaxud nümunə kimi ürək olsun. Ürək tələffüzdə deyilir. Sonra qda hansı proses baş verir? Q ilə q kimi tələffüz olunur. Sonra k kimi tələffüz olunur. Sonra canım sizə desin ğ kimi tələffüz olunur. Bir də x kimi tələffüz olunur. Məsələn, nümunələrlə göstərək. Olsun, nə olsun, nə olsun? Qənd. Tələffüzdə olur, qənd. Sonra gəldik k kimi nümunə ilə məqsəd olacaq məqsəd. Sonra ğ kimi qonaq evi olacaq nə? Qonaq evi. Sonra x kimi olanda qonaq elə boşluqda olsun belə söz. Qonaq. Elə belə. Baxın, sizə bir əlavə qeyd də verim. Q nə zaman ğ-ya çevrilir? Q-ğı əvəzlənməsi olsun. K nə zaman y-ya çevrilir? Bu milli sözlərdə baş verir. Alınma sözlərdə bu proses baş vermir. Milli sözlərdədir ki, q-ğı əvəzlənməsi, sonra k-yi əvəzlənməsi baş verə bilər. Alınmalarda olmur bu çox zaman. Millilərdə olur.
Sonra gəldim görüm sizə samitlər haqqında. Bir dənə də samit bizim samitlər haqqında məlumatımız var ki, baxın, bax bu samit var ki, NB samit idi. Bir də MB samit idi ki. NB samiti yadınızda saxlayın. Hər zaman ərəb və fars mənşəli sözlərdə olur. Ərəb və fars. MB isə Avropa və Rus mənşəli sözlərdə. Avropa və Rus mənşəli sözlərdə. Nümunələrlə göstərə bilək. Məsələn, amma hər ikisi bir şey qeyd edeyim ki, tələffüzdə M-B-ya bu formasında olur. Məsələn, tutalım, nümunə ilə göstərək. Olsun, nümunənin günbəz. Ərəb mənşəli sözdür. Minbər. Çox zaman dini mənşəli sözlərə, dini sözlərə məxsusdur. Bunlar günbəz, minbər, sonra peyğəmbərin özü olsun. Peyğəmbər var ki, bax burada bu istisnanı pozur. Dediyi ham ərəb və fars mənşəli NB-dır, ancaq peyğəmbərdə bu istisna pozulur ki, burada MB gəlir. Çünki MB Avropa və Rus mənşəli sözlərdir. Tələffüzdə olacaq bunlar güm, bəz. Eyni ilə vaxt getməsində burada da olur minbər, burada olur MB, peyğəmbər. Sonra gəldik Rus mənşəli sözlərə. Ambisiya, sonra ambulans. Ambulans tələffüzdə olacaq bunlar. Bir dənəsini elə yazın. Ambisiya. Gəldik digər qaydamız var ki, hansıdır? Hecə və ahəng qanunudur ki, onlar haqqında qısa məlumat verəcəm. Vurğu haqqında hələ ki, nədir? Vurğunu proqramımızdan hələ ki çıxardıblar. Ola bilsin, bəlkə gələni qaytararlar, qaytarmazlar, o öz nədir, bilmək olmaz. Əgər geri qaytarsalar vurğunu da ayrı izahını verərəm. Hələ ki, mən verəcəm heca ilə ahəng qanunu haqqında məlumat. Saytlar, samitlər haqqında verdim bu qədər məlumat. Əlavə suallarınız, nə də çətinliyiniz olsa, rəy bölməsində qeyd edə bilərsiniz, cavablandıra bilərəm. Gəldik sizinlə buradan, sizinlə heca haqqında. Yəqin ki, heca ilə heç biriniz çətinlik çəkmirsiniz. Heca dedik ki, sait səslərin köməyi ilə yaranır. Hecalar özü 3 yerə bölünür. Açıq hecalar var, qapalı hecalar var, saf hecalar var ki, məsələn, açıq hecaya nə yaza bilərik? Açıq hecaya yazaq tarla və yaxud qapalı hecaya da nümunə yaza bilərik. Qapalı hecaya. Sonra bir də var saf heca. Buna da nə nümunə? Məsələn, tarları yazdıq, sonra qayıq. Bir də canım sizə desin ailə. Bunlar hansıdır ki, niyə buna açıq heca deyirlər? Çünki heca saitlə, açıq hərflə, açıq saitlə bitib. Bura qapalıdır. Niyə? Çünki heca qapalı saitlə bitib. Bax, saf heca niyə deyilir? Çünki hecaların ətrafı boş olur. Yəni, ətrafında samit falan olmur, samit hərflər. Bu sözlərin hecalama prosesində bir məqamda uşaqlara çaşqınlıq yaradır. Nədir o? Əgər bizə mürəkkəb söz veribsə, məsələn, teleqram veribsə və yaxud verib bir nümunədə göstərək, yarım ada. Əgər bizə veribsə, deyir sözü hecalara böl, mürəkkəb sözlərdən söhbət gedir. Mürəkkəb söz demişdik də bir neçə sözlərin birləşməsindən yaranır. Hər hecanın hecası öz tərəfində qalmalıdır. Məsələn, olmalıdır teleqram. Bəzən bunu bu formada bölürlər. Baxın necə. Düzgün bölünüş budur. Bəzən belə bölürlər. Baxın. Teleqram.
ram. Bu bölüş səhvdir. Niyə? Çünki qram sözünün özünün ayrı bir sözdür. Onu öz tərəfindən keçirmək lazımdır. Yarımadanın da düzgün bölünüşü ya rım a da. Düzgün bölünüş bu formada bölünməlidir. Bəzən bunu da hecalara ayırarkən səhv ayrılır. Olur məsələn ya r ma da. Düzgün bölünüş bu deyil. Düzgün bölünüş budur. Gəldik sonra ahəng qanunu haqqında da kiçik bir məlumat verim. Ahəng qanunu nədir? Ahəng qanunu. Ahəng qanunu nədir? Ahəng qanunu dedik ki, sözdə qalın və incə saitlərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Əgər söz sırf açıq saitlərdən, incə saitlərdən ibarətdirsə, məsələn, xırda bir nümunələrlə yazaq ələk. Burada ahəng qanunu gözlənilib, ahəng qanununa tabidir söz. Yox, məsələn, elə qalın saitlə də verək, burada ahəng qanunu gözlənildi, incə saitlərin ahəngi gözlənildi. Testin şərtində bəzən belə verilir. İncə saitlərin ahəngini gözlənilmiş sözü tap. Və yaxud olsun burada parat. Burada da qalın saitlərin ahəngi gözlənib. Çünki söz başdan ayağa qalın saitlər bir-birini izləyib. Sonra bəzən də deyirlər ki, hansı sözdə ahəng qanunun pozulur. Məsələn, olsun fədakar. Fədakar sözüdür ki, burada bir incə sait görürük, 2 dənə də qalın sait görürük. Burada ahəng qanunun pozulması baş verir. Hər ikisində ahəng qanunu gözlənilib, yəni ahəng qanuna tabidir, ələk və aparatda. Ancaq fədakar sözündə əgər sözün daxilində hamısı qalın, bir dənə incədirsə və yaxud incədirsə hamısı bir qalındırsa, burada avtomatik ahəng qanunun pozulması baş verir. Ahəng qanunu haqqında bu qədər. Gəlin sizə sonda fonetik təhlil haqqında bir məlumat da verim. Fonetik təhlil haqqında. Fonetik təhlil. Fonetik təhlil nədir? Əgər sözdə fonetik təhlildən söhbət gedirsə, biz əsas nəyə fikir verməliyik? Ümumiyyətlə, fonetik təhlil 2 yerə bölünür. Tələffüz əsasında, yəni səslər, bir də var yazılış əsasında. Yazılış əsasında. Yazılış deyəndə avtomatik bizim yadımıza gəlsin orfoqrafiya. Orfoqrafiyası. Yəni onun düzgün yazılışı. Bura aiddir. Tələffüz deyəndə isə orfepiya yadınıza düşsün. Tələffüzü. Orfepiya. Biz yazılışda nəyə baxacağıq? Heca, vurğu hansı ki çıxıb, hələ ki. Vurğu, bir də ahəng qanunu. Ahəng qanunu. Bu üçünə biz orfoqrafiyasında, yəni düzgün yazılışında baxacağıq. Səslərdə isə biz nəyə baxacağıq? Yəni orfepiyası. Səslər 2 məqamda özünü göstərəcək. Biri var kəmiyyət fərqinə görə. Bir də keyfiyyət fərqinə görə. Kəmiyyət fərqi özünü 2 yerdə göstərəcək. Səs düşümü, bir də səs artımı. Keyfiyyət fərqində isə səs dəyişimi baş verəcək. Səs dəyişimi. Nümunə üzərində məsələn göstərək səs düşümünə. Elə olsun bəxt, siz. Tələffüzdə olacaq bəxtsiz. Gördük T-nın düşməsi baş verdi. Səs düşümü baş verdi. Sonra səs artımını da nümunə kimi elə yazaq. A ilə
Təbiət, ailə. Səs artımı baş verdi. Kəmiyyət deyəndə riyaziyyat yadınıza düşsün. Sonra gəldi, keyfiyyət dedikdə səs dəyişimi baş verir. Burada hansıdır? Məsələn, olsun, bulud. Tələffüzdə olacaq, bulud. Gördünüz, səs dəyişimi baş verdi. Hərfin biri dəyişməsi səs dəyişiminin baş verməsi deməkdir. Sonra əlavə bir qeyddə verim sizə. Məsələn, tutalım, əgər testimizdə bizə deyir ki, bu üç halın üçü də baş verib. Kəmiyyət fərqində, yəni səs düşümü, səs artımı və səs dəyişimi. Yəni, eyni sözdə iki prosesin ikisi də baş verir. Həm kəmiyyət fərqi, həm də keyfiyyət fərqi. Bunu necə tapa bilərik? Baxırıq, nümunə ilə göstərək. Məsələn, verdi, təəccüb. Təəccüblə sözünü verdi. Baxıram, tələffüz edirəm, ənin biri düşdü, cüb, nə? Olacaq təəccüblə. Baxıram, hərfin biri düşdü, səs düşümü. Keyfiyyət fərqi, yəni hərf dəyişdi və səs artımı baş verdi. Üç prosesin üçü də baş verdi. Baxıram, səs düşümü, səs artımı, səs dəyişimi. Fonetik təhlildə, ən çox fonetik təhlildə istədiyim səslər üzərində oynanılır. Səslərə diqqətlə baxmaq lazımdır. Səs dedikdə biz transkripsiyanın daxilinə baxmalıyıq. Bax bu hissəyə. Əgər heca, vurğu, ahəng qanun deyilsə, mən onun orfoqrafiyasına baxmalıyam. Deməli, fonetik haqqında bu qədər. İnşallah sağlıq, salamatçılıq olsun. Gələn dərsimizdə, digərində leksika haqqında məlumat verəcəm. Siz sağ, mən salamat.